Salam güzel insanlar, akşamınız xeyirli olsun. Bilirsiniz, mənim anam asma bronxit xəstəsidir. Nəfəs alma qabiliyyəti çox çətindir. Sizdən bir qardaşınız kimi, bir vətən evladı kimi xahiş edirəm. Bu videoyu paylaşma səbəbim həm mamamın müalicəsi üçün, həm də ki buradan bildirmək istəyirəm ki, anam nəfəs alma çox çətin, yəni yolda gedəndə ümumiyyətlə nəfəs ala bilmir. Balon işlədir və müalicəyə mənim gücüm çatmır. İmkanı olan şəxslər əgər kömək eləmək istəyirsə, buyursun canlı dayan. Buradan həkimlərimizə də demək istəyirəm. Anam nəfəs alanda ciyərlərindən səs gəlir. Yəni bu səsi hardasa 3 metrdən, 4 metrdən eşitmək olur. O vəziyyətdədir. Xahiş edirəm, mənə kömək edin, bir vətən evladı kimi deyirəm, qardaş kimi, bir dost kimi. Müalicəsi üçün hardasa bir 600-700 manat pul lazımdır. Çünki onun təhsil sistemi 70 neçə manat edir. Hələ dərmanlarını demirəm. İnşallah bayramdan sonra müalicəyə başlayacaq. Xahiş edirəm, kim dəstək olmaq istəyirsə, profildə kart hesabım var. Səhifədə kart hesabı var. İndi də canlıdayam. Canlıda kim dəstək olmaq istəyirsə, xahiş edirəm gəlsin. Bir qardaş kimi Allahın salamını versin. İnşallah anamın o xəstəliyinə çarə taparıq. Mən ömür boyu, yəni mən anamın xəstəliyinə çarə tapamamışam. Onu sağaltmaq üçün hər şey eləmişəm, amma təkcə imkan vermir, gücüm çatmıyor maddi sıxıntılardan. Xahiş edirəm. Çünki mənim bir dənə anam var, ondan başqa heç kimsəm yoxdur. Həyatda bir dənə anam var. Minnətdaram, inşallah dəstək olarsınız.